Fəsil 4. Biraz tez gəldim, deyə Langdon düşündü. Strahov üzgüçülük mərkəzinə çatanda nəzarətçi binanın qapısını yenicə açırdı. Langdon 25 metrlik hovuzun tamamilə ona məxsus olması qədər lüks bir zövqü az-az yaşamışdı. Kirayə götürdüyü dolabı açdı, şortunu geyindi, tez duş qəbul etdi, sonra eynəyini götürdü və hovuza tərəf getdi. Yuxarıdakı floresan işıqlar təzəcə isinirdi və zalın çox hissəsi qaranlıqda qalmışdı. Langdon hovuzun astanasında dayanıb, suyun hamar səthinə baxdı. Nəhəng qara güzgüyə bənzəyirdi. Afina məbədi, deyə düşündü. Qədim Yunanların gələcəyi görmək üçün qaranlıq su hövzələrinə baxaraq katoptromantiya ilə məşğul olduqlarını xatırladı. Ketrinin otel otağında yatdığını təsəvvür etdi və bəlkə də onun öz gələcəyi olduğunu düşündü. Bu fikir illərdir subay yaşayan Langdonu həm sevindirdi, həm də qorxutdu. Langdon eynəyi gözlərinə taxdı, dərindən nəfəs aldı və səthi bıçaq kimi yararaq özünü suya atdı. Suyun altında 2 metr sürüşdü. Sonra 10 metrlik delfin zərbəsi vurub sərbəst üsluba keçdi. Nəfəsinin ritminə köklənərək üzməyin ona həmişə bəxş etdiyi yarı-mediativ vəziyyətə qərq oldu. Əzələli bədəni boşaldı, forması axıcı və çevik hala gəldi. 50 yaşlarını haqlamış bir insan üçün heyran edici sürətlə qaranlığı yararaq irəliləməyə başladı. Adətən üzmək Langdonun zehnini tamamilə boşaldırdı. Amma bu səhər 4 dövrə vurduqdan sonra belə fikir onu rahat buraxmırdı. Ketrinin dünənki mühazirəsini yenidən xatırladı. Sizin şuurunuzu beyniniz yaratmır. Əslində şuurunuz heç başınızın içində də yerləşmir. Bu sözlər zalda olan hər kəsin marağına səbəb olmuşdu. Halbuki Langdon bilirdi ki, mühazirə onun növbəti kitabında yer alacaq mövzulara yalnız səthi toxunur. O, inanılmaz bir şey kəşf etdiyini iddia edir. Ketrinin kəşfi nə idisə sirr idi. O bunu hələ heç kimlə, hətta Langdonla da bölüşməmişdi. Hərçənd son günlərdə bir neçə dəfə eyham vurmuş, kitabı üçün apardığı araşdırmaların heyrətamiz irəliləyişə gətirib çıxardığını demişdi. Dünənki mühazirədən sonra Langdon getdikcə daha çox hiss edirdi ki, Ketrinin kitabı sensasiya doğuracaq. O mübahisə etməkdən heç vaxt qorxmayıb. Langdon salondakı bəzi sabit fikirli insanların necə qıcıqlandığını seyr edərkən öz-özünə düşünmüşdü. Elm tarixi qüsurlara malik modellərlə doludur. Ketrin demişdi, düz yer nəzəriyyəsi, geosentrik günəş sistemi, fırlanmayan yer kürəsi, hamısı yanlışdı. Amma bir zamanlar tam ciddi qəbul olunurdu. Xoşbəxtlikdən kifayət qədər izahı olmayan uyğunsuzluq ortaya çıxanda inanc sistemlərimiz dəyişir. Ketrin əlindəki pultu bastı və arxadakı ekranda orta əsr astronomiyasında olduğu kimi yer kürəsinin mərkəzdə olduğu günəş sistemi modeli göründü. Əsrlər boyu bu model mütləq həqiqət sayılırdı. Zaman keçdikcə astronomlar bu modellə uzlaşmayan planet hərəkətləri müşahidə etdilər. Anomaliyalar o qədər artdı ki, biz təsviri dəyişdirdi. Başqa bir model qurduq. Ekranda bu dəfə günəş mərkəzli müasir sistem göründü. Bu model bütün uyğunsuzluqları izah etdi və bugünkü reallığımız heliosentrizmdir. Auditoriya Ketrinə qulaq kəsilmişdi. Daha bir nümunə, dedi Ketrin. Bir vaxtlar yerin kürə formasında olması fikri elmi küfür kimi gülüş doğururdu. Axı yer kürədirsə, okeanlar niyə axıb tökülmür? Biz niyə tərs durmuruq? Tədricən düz yer modeli ilə uyğunlaşmayan faktlar aşkarladıq. Ay tutulması zamanı yer kürəsinin aldığı hilal forması, üfüqdən uzaqlaşan gəmilərin aşağı hissədən başlayaraq gözdən itməsi, Magellanın yer kürəsini dolanması, gülümsədi. Vay, yeni model vaxtıdır. İnsanlar heyranlıqla qulaq asır, onun dediklərini başlarını tərpətməklə təsdiqləyirdilər. Xanımlar və cənablar, səsini ciddiləşdirərək dedi. İnanıram ki, indi oxşar bir təkamül insan şuurunun araşdırılması sahəsində baş verir. Beynin necə işlədiyi, şuurun mahiyyəti və hətta reallığın öz təbiəti barədə anlayışımız köklü şəkildə dəyişmək üzrədir. Yumuşaq bir başlanğıc olmadı. Langdon düşündü. Bugünkü qəbul edilmiş şuur modeli, deyə Ketrin davam etdi, artıq izah edə bilmədiyi saysız hesabsız fenomenlərlə üz-üzədir. Məsələn, naetist laboratoriyaların dəfələrlə təsdiqlədiyi və insanların əsrlər boyu şahidi olduğu fenomenlərlə. Lakin ənənəvi elm hələ də onların mövcudluğunu qəbul etmək istəmir və onları paranormal adı altında xırdalayır.
Arxa sıralardan anlaşılmayan qarışıq səslər eşidildi. Amma Ketrin narahatlıq keçirmədi. Əslində siz bu fenomenləri yaxşı tanıyırsınız, dedi. 6-cı hiss, öncədən bilmə, telepatiya, bədəndən kənar təcrübələr, paranormal adlandırılsa da tamamilə normaldır. Bu cür hadisələr həm laboratoriyalarda, həm də real həyatda hər gün baş verir. Zal sükuta qərq oldu. Sual bu deyil ki, onlar həqiqətdir ya yox, dedi Ketrin. Elm sübut edib ki, həqiqətdir. Sual budur. Niyə bu qədər insan onları görmür? Ekranda Herman toru peyda oldu. Baxılan yerə görə qara nöqtələrin görünüb yox olduğu məşhur illüziya. Zal təəccüblə pıçıldaşmağa başladı. Bunu sizə sadə bir səbəbə görə göstərdim, deyə Ketrin çıxışını yekunlaşdırdı. İnsan qavrayışı kör nöqtələrlə doludur. Bəzən o qədər yanlış istiqamətə baxırıq ki, gözümüzün önündə olanı görmürük. Langdon üzgüçülük mərkəzindən çıxıb təpədən aşağı enərkən hava hələ də qaranlıq idi. 30 dəqiqəlik su meditasiyası onu sakitləşdirmişdi və indi tək başına otelə qayıdarkən bu dəqiqələrdən zövq alırdı. Çaya yaxınlaşanda turizm mərkəzinin elektron saatı 6:52-ni göstərirdi. Kifayət qədər vaxt var, deyə düşündü. Ketrinin yanına qayıdıb onu Brigitte Gessnerlə saat 8:00-dakı görüşünü ləğv etməyə razı salmağa ümid edirdi. Neyroalim Ketrini demək olar ki, laboratoriyasına gəlməyə məcbur etmişdi və Ketrin imtina edə bilməmişdi. Langdon Karl körpüsünə çatanda qar örtüyünün izlərlə dolduğunu gördü. Körpüyə girərkən sağında Yudit qülləsi ucalırdı. Orijinal orta əsr tikilisindən qalan yeganə hissə. Uzaqda 14-cü əsrə aid yeni mühafizə qülləsi görünürdü. Vaxtilə Habsburqlara qarşı çıxanların kəsilmiş başları burada nizələrə taxılardı. Deyilənə görə oradan hələ də bəzən inilti səsləri eşidilir. Praqa sözü sərhəd deməkdir və Langdon buraya hər gəlişində həqiqətən də bir sərhədi keçdiyini hiss edir. Əsrlər boyu bu şəhər mistika, ruhlar və kölgələrlə dolu olub. Bugünün özündə də bələdçilər şəhərin fövqəltəbii ab-havaya malik olduğunu iddia edir. Mən yəqin ki, onlardan biri deyiləm, Langdon düşündü. Amma bu səhər Karl körpüsünün qaz fənərləri ətrafında qarın yaratdığı xəyali halə ona da qəribə gəlmişdi. Praqa əsrlər boyu Avropanın ezoterik təlimlərinin mərkəzi olmuşdu. Kral 2. Rudolf Praqadakı yeraltı əlkimya güzgüsü adlı laboratoriyasında gizlincə transmutasiya ilə məşğul olmuşdu. Öncə görənlər John Dee və Edward Kelly ruh çağırmaq və mələklərlə danışmaq üçün bura gəlmişdilər. Mistik yəhudi yazıçısı Franz Kafka da burada doğulub yaşamış və öz qaranlıq fantastik metamorfoz əsərini yazmışdı. Körpü ilə irəlilədikcə Langdonun gözü uzaqda, birbaşa çayın üstündə yerləşən Four Seasons otelinə sataşdı. Vltavanın dərin suları binanın təməlini yalayırdı. Onların otağının pəncərələri hələ də qaranlıq idi. Ketrin hələ yatır, deyə düşündü. Gecə ona yatmağa imkan verməyən kabusları xatırladıqda buna təəccüblənmədi. Langdon indi müqəddəs Yan Nepomuk heykəlinin yanından keçirdi. Məhz burada öldürülüb, deyə düşündükdə qorxdu. Kral keşişi kraliçanın sirlərini açmağa məcbur etmiş, o imtina etdikdə işgəncə verilərək körpüdən aşağı atılmışdı. Langdon düşüncələri qərq olmuşdu ki, qarşıda gördüyü qəribə mənzərə diqqətini çəkdi. Körpünün düz ortasında qara geyimli bir qadın ona tərəf yaxınlaşırdı. Başında yuxarı və kənara doğru yayılan 5-6 qara tikanlı qəribə bir şey vardı. Sanki qara bir, Langdonun içini bir üşütmə aldı. Şəfəq saçan bir tac, belə bir təsadüf onu narahat etsə də, Praqada qorxunc kostyumlu insanlar görməyin adi hal olduğunu xatırladı. Amma qadın yaxınlaşdıqca mənzərə daha da qəribələşdi. O sanki trans halında idi, ölü kimi yeriyirdi. Boş baxışları irəli zillənmişdi. Langdon ona yaxınlaşmaq istədi. Bu vaxt əlində tutduğu əşyanı gördü. Gördükləri qarşısında donub qaldı. Bu mümkün deyil. Qadının əlində gümüş nizə vardı. Eyni ilə Ketrinin kabusundakı kimi. Langdon yuxu gördüyünü düşündü. Qadın yanından keçəndə onun çaşqınlıqdan donub qaldığını anladı. Özünə gəlib arxasınca səsləndi. Bağışlayın, xanım. Qadın heç bir reaksiya vermədi. Sanki eşitmirdi. Salam! Langdon qışqırdı. Amma qadın bir kölgə kimi süzülüb keçdi. Langdon onun arxasınca qaçmaq istədi. Amma 2 addımdan sonra dayandı. Bu dəfə iyrənc bir qoxu onu saxladı. Havada açıq-aşkar bir iy var idi. Ölümün qoxusu.
Qorxu Langdonu dərhal vahiməyə saldı. İlahi, yox, Ketrin! Dərhal geri dönüb qaçarkən telefonunu çıxartdı və Karl körpüsü ilə otelə doğru şığıdı. Hey Siri, 112-yə zəng elə. Zəng açılana qədər Langdon artıq körpünü keçmiş, Kirjovniska küçəsinə çatmışdı. 112, nə baş verir? Four Seasons, Praga, deyə qışqırdı. Hamını təxliyə edin, dərhal. Adınızı deyin zəhmət olmasa. Robert Langdon, mən Amerika... Qarajdan çıxan taksi ilə toqquşdu. Telefon əlindən düşdü. Cəld onu yerdən götürüb qaçdı. Amma zəng kəsilmişdi. Fərqi yox idi. O artıq otelin girişinə çatmışdı. Təngnəfəs foyaya girdi. Meneceri görüb qışqırdı. Hamı çölə çıxsın. Polislər getmişdi. Qəhvə içən bir neçə qonaq təəccüblə başını qaldırdı. Hər kəs təhlükədədir, hamını çıxarın. Menecer dəhşət içində onun yanına qaçdı. Professor, nə baş verib? Langdon divardakı yanğın siqnalına tərəf qaçırdı. Şüşəni sındırıb qol çəkdi. Həyəcan siqnalı dərhal işə düşdü. Langdon foyedən çıxıb onların nömrəsinin olduğu koridora qaçdı. Lifti buraxıb pilləkənlərlə yuxarı şığıdı. Qapını açıb içəri atıldı. Ketrin, o kabus işığı yandırdı. Yataq boş idi. Hardadır? Hamam boş. Otaqlar axtardı. Burada deyil. Bu an yaxınlıqdakı kilsə zəngi ağır-ağır çalınmağa başladı. Qorxu Langdonu üstələyirdi. Ürəyinə danmışdı ki, buradan sağ çıxa bilməyəcək. Pəncərəyə qaçarkən az qalsın ürək ağzından çıxacaqdı. Vltavanın dərin sularına baxdı. Ayaqlarının altında çayın hamar, qaranlıq səthi uzanırdı. Zəng daha ucadan səsləndi. Məntiqlə düşünməyə çalışdı. Amma içində baş qaldırmış sağ qalmaq instinkti o qədər qüvvətli idi ki, ağlı dumanlanırdı. Langdon tərəddüd etmədən pəncərəni açdı. Kənarına çıxdı. Soyuq külək və üzünə çırpılan qar dənəcikləri onun içindəki qorxunu azaltmağa kifayət etmirdi. Bu yeganə seçimindir. Dərin nəfəs aldı və özünü boşluğa buraxdı.